Vızbaş kimdir az? Nəçidir? Az sən tanıyırsan mənim nəvəmi vuranı? Ay nənə, heç nəyə, o mənim vuranı görməmişik biz. Vurub qaçıb gedib. Və bu nədir? Deməmisən nənəmə, kim vurub sən? Kimləri görürəm, kimləri görürəm. Uy, qadam rəynə. Bu neydi az? Qrup yoldaşlarımın kefi. Banu, Səviş, necəsiz? Sağ ol, sən necəsən Tural? Az sən bunu tanıyırsan? Bu gədəni tanıyırsan, kimdir bu? Hə, nənə, niyə tanımıram? Qrup yoldaşım da Turaldır. Nənə, necəsiz? Xoş gəlmişsiniz. Başın xeyir. Sənin bu qrup yoldaşların bizi güdür. Hərəsi bir kolun dibindən çıxır. Ay nənə, mən yoldan keçirdim, sizi gördüm, yaxınlaşdım. Mənim kol dibində nə işim var? Nənə, mən də axşam gəzməyə çıxmışam. Eyvallah, mənim də kol dibində bir işim yoxdur. Gəzməyə çıxmışsan, onda get getdiyin yerə. Bizə də imkan ver, gedək öz yolumuzdan. Yaxşı, yaxşı. Mən qaçdım, hələlik özünüzə yaxşı baxın. Yaxşı, sağ ol, Səviş. Nə şinirsən sifətimə? Yer get də öz yolundan. Bu. Nənə, bəlkə mən də sizlə gəlim. Gəzməyə çıxmışam da mən də. Birlikdə gəzək, həm də siz yorulmusunuz. Yox. Lazım deyil. Ged öz yolundan. Ay nənə, yolda dərsdən danışarıq Banu ilə. İnstitutda danışarsınız dərsdən zatdan. Az bu nə sırtıq gədədir belə? Sırtıq deyil, çox yaxşı oğlandır əslində. Səmimi, xoş xasiyyət. Kiraz, kiri. Yaxşı oğlandır. Nə yaxşıdır bunun? Yaxşı zad görməmişik. Buna bax. Rəhmətli Nəsibənin kuklasına oxşuyur. Saçına başına bax. Bircə hörüyü çatışmır. Murad müəllim, gəlmişik danışaq. Siz də vəziyyəti biləsiniz. Xanım müəllimi də sağ olsa məni tək qoymadı. Açığını desəm, bu xəbər biraz... Düzdür, başa düşürəm sizi. Belə birdən-birə mən də gəlməzdim. Amma belə alındı. Neynəmək olar? Mən açığı Banunun Pərvizlə olan münasibəti və yaxud da ki, ona qarşı bir fikrindən heç bir şeydən xəbərim yoxdur. Məncə pis deyil. Yoxsa mən bu qapıya gəlməzdim, tanıyırsan, bilirsən məni. Məncə bunların hələ yaşı azdır, bir də universitet məsələsi var. Düzdür. Mən də Pərvizə eynisi ilə demişəm. Amma neynəmək olar? Gənclərə söz yeritmək olmur. Zamanı dəyişir. Elə deyil, xanım müəllimə də yəqin Turala görə bilər, yaxşı bilər. Zakir müəllim, düz deyirsiniz. Yəqin ki, məndən inciməzsiniz, Zakir müəllim. Mən sizə hələ dəqiq heç bir şey deyə bilmərəm, amma sağ olun ki, gəlib xəbər verdiniz. Mənə biraz vaxt verin, mən bu məsələ ilə bağlı Banunun özü ilə danışmalıyam. Əlbəttə. Danış, məsləhətləş.
Mənim heç bir borcdan xəbərim yoxdur. Yəni atam bizə heç nə deməyib. Ay anam, ay bacım, sənin xəbərin yoxdur deyə mənim pullarım batmalıdır. Niyə belə reaksiya verib əsəbləşirsiniz ki? Sadəcə vəziyyəti bilirsiniz yəqin. Anamla atam artıq yanımda yoxdular. Bilirəm, Allah rəhmət eləsin. İndi onlar ölüblər deyə mənim pullarım batmalıdır. Harda görülüb ki, adam öləndə onun borcları silinsin, hə? Deyəsən, ya mən sizə izah eləyə bilmədim, ya da siz məni başa düşmək istəmirsiniz. Bu borcla bağlı mənə hər hansısa bir müqavilə təqdim eləyə bilərsiniz, ya hər hansısa bir sənəd. Ay bala, belə sözlərlə işin içindən çıxmaq istəyirsən? Qızım, sən gedəndə mən qaydırdım. Baxın, mən sizə dedim və yenə təkrar edirəm. Mən demirəm ki, bizim sizə borcumuz yoxdur. Bəlkə də atamın borcu olub, mən bilməmişəm. Amma mənə bir sənəd göstərin, sübut eləyin. Sən Üce, eybi yox, mən səndən başqa cür danışaram. Keç. Kim daha qız sifətindən də zəhrimar yağır? Bir problem qutarmamış biri başlayır. Keç, danışarım. Narahatçılığa heç bir səbəb yoxdur. Otur yiyin için çəpərin də. Narahatçılığa yox, narahatlığa. Bugündən narahatçılıq olur. Başa düşsən? Mən nə etsəm olur. Narahatlıq nə? Narahatçılıq. Pula pul demirəm mən. Pula lup deyirəm, lup. Lup, nə istəyirəm deyirəm. Ne oldu be oğlum? Ha bala kişi? Oğlum mən yeməklərə baxıb gic olmuşam. Bir dəqiqə özümüz başa düşərik. Nüsrət. Bilmək olar bu rahatlığın. Rahatçılıq. Keçiyə bax. Yaxşı olsun rahatçılığın. Hardandır? Nə kampaniyadır belə? Tələbə adamsan, olsun sənəvi də. Sən əşrə var. Özümə bax bu süplə üstünün hamısını dolduracam. Hamısını parmaq oynası bir yer olmayacaq. Bir dənə çatışmayan kuş südü, onu təşkil edəcək. Problemdir. Basta var. Pul deyə, pul. Avans yox, depozit. Avans olur, başa düşdün? Hay. Qazanacaq dörə bu. Pul deyə, pul. Nüsrət çox da şey eləmə də. İndi başa düşdük də pulum var. Biz də özümüzə görə yeyəcəyik. Nə, özümə problemdir hə. Basın yiyin hə, çox şey eləməyin. Dayan. Qardaşımın ürəyi açılıb, qoy eləsin. Hə, Nüsrət qardaş deyə qardaş. Bu ətli yemələrdən biraz bol elədi, xaşım. Stop, qardaşlar qutardı, bazı qardaş qutardı. Bugündən ancaq Nüsrət bəy, başa düşdün? Nüsrət Balıcı bəy. Aydın oldu, Nüsrət bəy. Yox. Yaxşı, bəy olsun. Nüsrət bəy, bu kabablardan da bütün hər cür kabab olsun belə. Hər yerdə kabab olsun. Ölməmişəm ki, hə, problemdir. Səni çöldən tapmışım, hə. Qaqa kabab nə olur kabab? Sən də onu diri-diri gətir. Yazıqlar bir gün görsün. Qardaş, belə çox olmadı. Nə çox olsadır, basın ye. Qardaşım da, özdə bu xalodma ilə bir soğuq deyib, bunu bir dənə qəşəng qızdırıb bir dənə. Peşə zadda sən canı istəyirə. Biraz 50 ol da biraz. Ama istəyirə gəl. Yenə! Kalamur nə pis şeydir, kalamur olma nə pis şeydir. Qardaş, sən canım bir şey elə də bir. Bir diri-diri gətir onu, sən canı. Məlir, ev yoxu verəsi. Səni yiyim. Nə oldu? Ay, gəlcə. Kalamur olma nə pis şeydir. Çox sağ ol, sarı bülbülüm. Dəvətimi qəbul elədin. Mən buradayım da Elşad, sən haradasan? Mən də burada, sənin yanında. Ancaq sözlər.
Boş sözlər. Neyniyim, qara kişmişim. Denən get özünü at, gedim atım. Denən get başı vur divara, gedim vurum. Özünü atmaq lazım deyil. Düzgün ol, yalan danışma, yetər. Şəfa, inan mənə. Mənim xəbərim olmayıb o bizim evə gəlib. İnanmırsansa, get... Bilirəm. Sənə inanıram. Necə? Gülşənlə danışdım. O da sən deyən deyir. Gülşən? Sənə inanıram Elşad. Daha doğrusu inanmaq istəyirəm. İnan mənə, kişmişim, inan. Bilirsən, niyə dedim burada görüşək? Yadındadır, birinci dəfə burada görüşəndə. Mən sənə dedim, Azma hədi. Sən də hə dedin. İstəyirəm elə qaldığımız yerdən davam eləyək. Sarı bülbülüm, səndən bir şey xahiş eləmək istəyirəm. Nə? Mənə xırda bir şey istəyirəm səndən. Mənə səni sevirəm deyə bilərsən. Səni sevirəm. 2 kəlmə. Səni sevirəm. Hə? Bax. S, N, I, S, E, V, I, R, M. 10 hərif. 11 hərif. Səni sevirəm 11 hərif. S, N, I, S, E, V, I, R, M. Doğrudan 11 hərif. Səni sevirəm. Onu ver bura. Ver. Ver də. Bunsuz. Məni sevirsən, hə? Məni sevməyinin şərəfinə. Neyirsən? Bir tuş. Dananay nananay 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 dananay nananay dananay 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 tugu 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 düş. Şişmişim benim. Deməli sən məni sevirsən. Hardadır o? Gülşən, nə edirsiniz ki? Sənə nə var az? Gülşən evdədir ya yox? Yox, yox evdə. Nə lazımdır? Deyin, mən çatdıraram. Sən kimsən, Nə el qatmısan özüvə? Ay xanım. Ay xanım yox, Hava xanım. Hər nədirsə, əl çəkin Gülşəndən. Ayıb deyil valla. Ayıblığı sən öyrədəcəksən mənə. Bunun danışığına bax. Nə lazımdır deyin, çatdıraram. Yaxşı, yaxşı. O pişik gözə çatdır ki, nə qırqızıl ona vermişən, hamısını mənə qaytarsın. İndi Gülşənin bu halında siz qızıl hayındasınız. Bəs kimdən istəməliyəm qızıllarımı? Kimdən soruşmalıyam? Belə Gülşən xanım qızıl sevən idi, oturardı gül kimi evində, eşiyində, nər kimi ərinin yanında, taxardı qızılları, şahzadə kimi gəzərdi. İndi ki bizi bəyənmədi, çıxdı getdi öz evinə eşiyinə, qaytarsın da qızılları. Bizim ona borcumuz var bəyə. Utanmırsınız da siz. Ay siz necə adamsınız? Ayıbdır, ayıb. Bizə ayıbdır. Sənin özüvə ayıbdır. Ata-anası ölən kimi gəlib girmisən qızın evinə. Nə olmuşdu belə, hə? Özünü mələk kimi göstərirsən. Yaqın nəsə qopartmaq istəyirsən. Ay xanım, sən nə danışdığını da bilmirsən, ha? Lap gözəl bilirəm nə danışıram. Sənin kimləri də çox görmüşəm, görə-görə də gəlirəm. Sizlə ağır danışmaq istəmirəm. Çıxın, gedin buradan. Gülşən görməsin sizi.
Gücdən sakitləşdirmişəm. Bizim laf belə gözümüz atırdı onu görmək üçün. Ha, ürəyimiz gedir belə onu görmək üçün. Dediklərimi bir-bir ona çatdırarsan. Nə qırqızıl var, hamısını gətirsin, qoysun mənim ocuma. Görüm nə var, nə yox. Bizim evə gələn gündən bir gün görmədik biz. Məcbur eləməyin ki, bir də mən bu qapıya gəlim. Bunlara bir bax. Nə olub Aydan, nə səs küydü? Qaba xanım gəlmişdi. O nə istəyirdi? Qızılların. Ay Allah, mən bunların əllərdən hara qaçım? Uf. Salam qardaş, mənə bir dənə çay yox edəyən görüm. Qardaş, zəhmət olmasa bir ədəd fincanda çay verin. Yox bir ədəd fincan çox oldu deyən. Xanım, fincanda çay gətirin mənə. Bəli, qədəh də olsun. Yox qədəh nədir, o başqa şeydir. Qardaş, bir ədəd fincanda çay gətirin. Bəli, təşəkkür edirəm. Çox sağ olun. Xanım, zəhmət olmasa çayla qədəh gətirin. Yox deyən. Nüsrət, Nədə? PlayStation oynayaq? Ha, dərsləri qutarmısan? Ayıb söhbətdir. Oynayaq Nüsrət. Nədir? Hədə qutar da, PlayStation nədir, hə? Bir qanacaq tərbiyəziz olsun. PlayStation. Hayır bu təşə o tərəfə. PlayStation. Qabaqlar Kasım balası futbol oynayardı, varlılar da baxardı. İndi varlılar oynayır, yazıq kasıbçısının da balası ağzını arıb onlara baxır. Bax belə həyat oyun oynayır da, elə bir şey. Yəni bunu mən niyə dedim bilmədim. Nəysə, gülməli deyil. Biraz özünü inkişaf elətdirin də, nə olar ki? Biraz inkişaf elətdirin də. Yapon qardaşımdan soruşublar ki, Qaqa, sən, belə deyiblər, Qaqa, sən inkişafı nəyə bağlayırsan? O da deyib ki, Taratao mikakao yiyisiwais. Gör nə deyir ha? Taratao kakamayo yiyikaois. Yəni, vaxtınızı səmərəli istifadə edin. Belə deyib Yapon qardaşım. Nəysə. İndi sizlə ciddi danışmağın vaxtı gəlib çatıb. Heyvan, yığışdır onu. Mən hələ ki məcburam. Məcburam ki, özümə ev alana kimi burada yaşayayım. Amma bu o demək deyil ki, anqırasınız, burada şıllaq atasınız, qışqırasınız. Başa düşdünüz? Başa düşdünüz? Valla bu nə deyir? Dayan bir qulaq asaq da görək axırı nə olur. Əsas aiddir. Evdə, çöldə, harda, fərqi yoxdur. Biraz mərfətli olun da, çox deməyəm, biraz qanacaqlı olun. Bu təmiz işi var. Başımdan böyük danışma. Vaysa, sən tez götürəcəksən, sən yaxşısan. Gələcəkdə sən barində bir şey fikirlərsən. Ondan sonra vəhşi kimi yerə tüpürməyin. Qarışqalar elə bilirlər ki, hovuzdur, başlayırlar üzməyə. Kişinəmə, at kimi. Sonra metroda gedəndə sağda dayanın. Soldan gələni elə bir buraxın, pavarota gitsin, Kranskurqa. Naxada özü bilir, harı gedir. Ondan sonra sürahiyədən tutun. Sürahidən. Sürhahidən. Nəhardan? Sürahi, oradan. Aysa, sürahidən. Özü mərfətlə qanacağını aparın. Yaxşı Nüsrət. Bundan sonra fikir verərik. Bundan sonra yox, indi fikir verin, hə? Yekə baş.
Özə bunları mən deməli deyirəm, bunları özünüz bilməzsiniz. Uşaqsınız bəyəm. Qanacağınız mərfəsiz olsun. Hə. Uzatın əllərinizi, baxın. Əlinizi qoyun bura. Baxın görüm. Buna bax, mındar. Qaras sənin o şey. Buna bax. Çıpı siməkdən saralıb əli. Ver bura görüm. Bu nədir, hə? Bu nədir? Mındar. Buna bax. Çiçəkdir. Yalansa inanmırsın. Hə. Nüsrət. Yo, yaxşıdır. Bəli, eşidirəm, nədir? Sonra neyinik Nüsrət? Yo, belə gigiyenik tərəfləriniz yaxşıdır. Qaldı bu davranış qaydaları. Ondakı yavaş-yavaş sözünüz görüb götürəcəksiniz. Uşaq deyirsiniz ki, ha, oynama bundan. Ha. Belə. İndi çox yükləməyim sizi. Maşınınız da yoxdur ki, deyəm ki, tıxacda qalıb, ancaq siqnalın üstünə basacaqsınız. Siqnal görəsiniz, siqnal basmanla yol açılmayacaq ki. Hay bas, heyvanzatsan. Sən basarsan, sən kərəkəysən. Yaxşı fikirləşən Nüsrət. Birdən yaddan çıxan nəsə olar, Birdən, hə. Mahnılara, cici mahnılara qulasın, nə, avara. Bir intellektual səviyyəniz olsun, intellektual mahnılara qulasın. Misal üçün, Beethoven'ın 5-ci uvertürası. Misal üçün, ondan sonra Emin Sabitoğlu'nun 4-cü baleti. Nüsrət. Nədir? Birincisi uvertura yox, simfoniya. İkincisi də Emin Sabitoğlu'nun baleti olmayıb. Nə olub Emin Sabitoğlu? Balet olmayıb? Yox, olmayıb, bəli olmaz. Nüsrət. Ha. Bir dənə bura vur. Nədə, yer işinə mətbu. Nə görürsən, ha? Budur mərfət qanacaq, ha? Və 5 parmağımdan tökülür qanacaq, mərfət. Söz danışamıyor 2 saat, nə yoxdur? Balet yox. Elə, baleti demirəm, qanacağını deyirəm. Yoxdur balet. Bir dənə də vur. Hələ, ged, hələ. Sən meşələ böyümsən, ha? Meşələ, nə görürsən, ha? Meşə bəy, rəhmətli. Heç olmasa o kişidən bir nəsə götürərdiniz. Diri-diri başını yediniz o kişinin, rəhmətliyin. Nə görürsən, ha? Qanacağız məhbətsiz yoxdur, ya. Neçə yaşın var, ha, sən? 22. Kül sənin oğul baş var, 22 yaş var, buna gör nə işləm. Ədə, xanım, sən də çay gətir, də, hə? Də, əsəblərim körəmə mənim. Zəhmət olmasa, sürahidən tutun, bir qədər fincanda tüpürməyin çaya. Narahatçılığa görə üzr istəyirik. Qardaş, körpələrə yer verin, fincanda gətirin. Bir qədər də olsun. Sökənməyin. Zəhmət deyilsə, çay qoyun yerə. Yox, bura gətirin, qardaş. Hədə, gətir çıxın. Sən Allah, sən. Sürahi ilə gəlin. Yox, sürahidən tutun. Gəlimiz baxmadı da bizə, tez getdi. Nənəsini görəndən sonra bəyimiz bəyənmədi də, neyniyim? Gələr nənəm səni görməyə, gələr. Narahat olma. Amma biraz özünə fikir ver. Nəsə olub ki? Bəyənməz belə? Məncə bəyənər Murad, kukla kimi qızdır. Nə deyirəm, birdən nənət də olmadı belə, oldu belə. Hər halda biraz diqqətli ol. Məncə narahat olma, bəyənəcək nənə. Salamlar. Necəsən Banu? Çox sağ ol Pərviz. Yaxşıyam. İnci, sən Banunu sinifə apara bilərsən? Nə oldu ki? Yaxşısan Murad. Hı? Yaxşısan. Yaxşıyam, narahat olma. Siz gedin sinifə, mən də indi gələm, yaxşı?
Yəqin ki, mənlə danışmaq istəyirsiniz. Eşidirəm. Mən sözümü sizə Dədəbaba üsulumuzla çatdırmışam. Mən səndən eşitmək istəyirəm. Mənim fikrim çox ciddidir. Elədiyim hər bir şeyin də fərqindəyəm. Nə oldu, nə baş verdi birdən-birə belə oldu? Kim deyir ki, birdən-birə oldu? Müəllim, mən Banunu çox sevirəm və elədiyim hər bir şeyin fərqindəyəm. Onu hər halı ilə qəbul edirəm və sözümün də hər zaman arxasındayım. Bu nədir dağımızın? Nə oldu? Bəyənmədin? Yox. Əslində bəyəndim, nə bilim, qəribə gəldi mənə. Nəyə görə dağımızam qabağı? Nəyə görə dağımızam? Sənə görə. İndi Murad gələcək, keçək yerinə. Sən də Murad demədi. Bıçaqçılar olmuyor da bu qızlarım. Yıxdız bizi bıçaqçılarımızla, yıxdız. Rahatsan? Çox sağ ol. Bir şey istəmirsən ki? Əslində, De, utanma. bir dənə su ala bilərsən mənə. Yaxşı. Gözlə. Bu dəqiqə. Hardadır o yalvan baş? Senin beynin kurusu. Bile senin. Ne inirsen sen o kız değil. O kız değil. Başka fırpız başta var. Aha saya susuyor. O burada değil, o bufet. Semine. Demişsiz demeyin. Yine özüm taparam. Aynen, bir dəqiqə dayan. Sən heç özünü təqdim eləmədin axı. Mənim nənəmdir, uşaqlar. Adı da Hürüdür. Heç bir şey də, laf yaxşı. Nənə, gəlmişsən bir keç, bir sakit ot çayımızı iç, bir sakitləş görən. Mənə düzdür, gəl oturaq, gəl. Uy.
Qadam ürəyinə sənsən? O başındakı nədir? Adam da sinifə papaq taxar. Çox ağrıdı. Yaxşı sana fal. Adı nədir qızım? Hı? Afaq. Bağışla mənim qızım. Səhv saldım. Ağrıtmır ki qadan alım. Dayıq. Ha, nənə, problem yoxdur ya. Onsuz da əsasını aşdırmaq istəyirdi. Elə bir bununla qıvrımını axı düzləşdirmək istəyirdi. Kakras eləsən yerinə oldu. Özü ağır aparır. Şişsən. Ya gülürsün. Dərs qutaran kimi atabana gəlib səni götürəcək. Amma səndən çox xahiş edirəm. Heç kimin baş beyin ağrıtma, mənasız suallar vermə, yaxşı? Haqqı, mən neynirəm, İnsanlara sözün düzünü üzlərinə deyirəm. Onlar da məndən incir. İncirlərsə incisinlər də, mənə. Bax. Dünənləri o qədər söhbət eləmiş ya. Bu uşaq özünə qoyulmur da. Niyə səbr edək, düzələr, yaxşı olar. Salam uşaqlar, necəsiz? Oy, atabala, necəsən? Otura bilərəm burada? Əlbəttə, Əliş. Çox sağ ol. Üzr istəyirəm, Qızqayıt müəllimə. Necə ola bilər ki? Hə? Qlobal istiliyə çarə tapılmayanda necə ola bilər ki? 2 ay bundan əvvəl Antarktidada böyük bir iceberg var idi. Qopub düşdü. Açığı mənim ürəyim düşdü. Bu dünyanın axırı hara gedir, mənim başım çıxmır. Sağ ol, Erüstəm. Deyəsən atabala ilə danışıb ha. Iceberg? Sənə demədim buna söhbət eləmə. Çox əhəmiyyətli bir məqama toxunmusunuz. Məqam? Məqama toxunmusunuz. Xüsusən də bizi kimi imkanlı şəxslər bu barədə nəsə eləməlidirlər. O icebergi mütləq yapışdırmalıyıq yerinə. Bəs niyə bizdə o icebergdən yoxdur? Antarktidada var. Ona görə də oradan alıb mütləq Xəzərə qoymalıyıq. Sən yeri get o tərəfə. Hələ bundan sonra dili də var danışmağa nəsə. Səni mən imtihanda görəcəm də yan. Ona hələ baxarıq. Bəlkə imtihana ehtiyac olmadı. Nüsrət müəllim çox qəşəng buyurdu, düz dedi. Bax, məni bir sual düşündürür. Bu energiya mənbələrinizi sürətlə istifadə edib, meşə qırmaqla biz hara gedirik? Hələ mən o pingvinləri demirəm. Onların axırı nə olacaq? Yazıq dörlər olar, bədbaxt dörlər. Bura kimi yaxşı gəlmişdin, burada körradın. Çox sağ ol. Sənin axırın hara gedir, ay Rüstəm? Nəyə görə gəlmişdim, nə almağa gəlmişdim, hamısını yaddan çıxartdım. Mən niyə elə baxsan, bu nədir? Pingvinsən sən? Yükü oğlansan, bəsdir də dayı. Biz dərsə gecikirik. Sən otur burada, yaxşı? Siz gedin, mən dərsə gəlmirəm. Necə getmirəm? Bəs hara gelirsən? Bir biznes planım var. İndi xəbər gəldi, ora getməliyəm. Siz isə salamat qalın. Acizlər, səfillər. Daha doğrusu...
O mərama diqqətlə fikir verin. Allah uçdum. Nəzakətli və lətafətli olun. Gedək. Allah kömək olsun. Necə? Ulan sən bir dənə şey elədin bu. Birisi yanında sənin əsəbləşir ha. Ona o dəqiqə deyirsən ki, əsəbləşməyin. İnsan əsəbləşəndə onların sinir hüceyrələri ölür. Bir də bərpa olunmur. De, yaxşı olacaq elə. Doğrudan? Sizin qohumluğunuz çatır. Bəlkə Fərruxun borcunu siz verəsiz. Yox qardaş, biz artıq nə tanışıq, nə də qohum. Bizimki onlarla çoxdan qutarıb. Rəhmətliyin sağlığında Eldar dedi ki, bizdən uzaq durun. Bir qız aldıq, ömrümüzü çürütdü. Qızına da deyirəm, məndən sənət sünət istəyir. Aha, istəyər, əlbəttə istəyər. Bilirsən nə ifritədir o? O qız o qədər bilir ki, onun yarısı yerin altındadır. Bəs mənim pulumu indi kim verəcək, hə? Qardaş, sənə düzün deyim. Onlar sənə borc qaytaran deyil. Biz onlardan çox çəkmişik. Axırda Eldar dedi ki, belə başımıza sadağa, belə it aparan olsun. Bacı, bəs mənim pulum... Əşi, sən də bu Məşədəbadın hambalı kimi bəs-bəs salmısan. Qardaş, sənə borcları var, ged al. Ala bilmirsənsə, onda sənə bir yol göstərim. Ev doludur qırqızılla. Bacarırsan, borcun əvəzinə get qızılları götür. Bu hava çıxır da buradan, ha qardaş? Bəli, çıxır. Bəs bura neçə hektardır? Hektar nədir? 150 kvadrat metrdir. 150 kilometr də, yəni? Metr. Hə, o... 150 kvadrat metr. Dəqiqləşdirəyim. Bu qapı harasıdır, qardaş? Çölə, gəldiyimiz yerə. Yəni çölə çıxırsınız oradan. Gəldiyim kimi girirəm içəridə. Çıxanda pavarot var orada, kuru belə, Ukraynas kuru qazarır. Xeyr. Çıxamıram da, ha. O pisdir də, eyb yox. Onu dəqiqləşdirək, eyb yox. Bir dəqiqə üzürsən. Hiss olunur, görürsən. Pisdir. Siz bura nə eləmək istəyirsiniz, qardaş? Buna xaşan eləyəcəm, xaş. Bura nə eləyərlər? Gözəllik salınmasıdır. Bütün gözəllər hamısı gələcək bura. Əla, əla, çox gözəl. Elə əsl gözəllik salonu üçün olan obyektdir bura. Biz bilmirdik ki, sən deməsəydin, biz bilmirdik. Xoşunuza gəldi, qardaş? Ha, şeydir, pisdir, gedər. Qardaş, xoşunuza gəldisə, bir dənə müqaviləni onda imzalayaq. Birdən müştəri çoxdur da, satılıb eləyər. Elə danışsa ki, pul verəm, hala, pul, kağızdır bu. Allah, çox gözəl. Reydə, üzr istəyirəm. Şey, yoxlayıram, mən müştərilər gələndə, yəni yıxılmasın, şey eləməsin. Olur. Yox, sürüşkən deyil, hər şey yaxşıdır. Bir dənə zəhmət olmasa qol çəkin, çıxanı verim sizə. Yox, qardaş, neyinirsiniz? Qol çəkin. Müqavilə deyə bura. Zəhmət olmasa bura imza. Adam balası şimdidən də imza. Qol deyirsə, mən də qolumu çəkirəm. Mən bilmədim axı, bilmirsiniz də, imza yoxsa qol. Fikirləyəm, mən obyekt zad alıram, ona görə. Bura çəkin, qardaş. Bəli, qol bura. Dəyi bırat da. Bəli. Sü. Bunu hamı tanıyır, bu imzanı hamı tanıyır. Çox gözəl. Xeyirli olsun, qardaş. Sağ ol, qardaşım, sağ ol. Gəl. Yaxşı. Banu. Hə.
Qaqır. Hə, Mən sənə bir şey demək istəyirəm. əslində mən də sənə demək istirdim bir şey. Onda sən birinci də. Yox, səndənəm birinci. Yaxşı. Mən bir məsələ ilə bağlı sənin fikrini bilmək istəyirəm. Sən məni narahat eləyirsən. Açıq danış. Yaxşı. Dünən Zakir müəllimlə xanım müəllimə bizə evə gəlmişdilər. Zakir müəllim. Zakir müəllim niyə? Sən üçün elçiliyə. Sizin eviniz eşiniz yoxdur, bala. Gedin evinizə də. Bezmişəm heç sizin əlinizdə. Ha, nə olub, Tombik, niyə qovursan bizi? Səhət qovmaq deyəndə ki, ürəyim ağrır da sizə. Gedin evinizdə dərslərinizi oxuyun. Gəlib oturmuşsunuz bütün günü burada. Dərsdən çox fetdəsiz. Yaxşı da, Tombik. Gedirik. Belə olmaz, Çox sağ ol, Tombik, çox sağ ol. Uşaqlar, amma deyirəm nənədir ya. Ayda, amma çox şirindir. Belə qəribə sözlər işlədir. Heç nə başa düşmürəm. Az qala saçların əlində qalmış da. Nüsrət yoxdur, Nüsrət zarafatları. Hadi. Kimdən danışırsınız siz? Nüsrətin nənəsindən. Haydi. Yox, mən heç nə istəmirəm. Var da evdə yemək. Nə yaxşı.